Respublika Pediatriya Mərkəzi olaraq Türk Çocuk Acil Tıp və Yoğun Bakım Dərnəyi ilə birlikdə ərsəyə gətirdiyimiz birinci Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konferansımız öz işinə başlamışdır. Konferansımız bu yöndə belə bir konferans ilk dəfədir Azərbaycanda keçirilir. Təcili yardım və reanimasiya bildiyiniz kimi pediatriyanın çox önəmli, çox kritik sahələridir. Məqsədimiz də Azərbaycanda pediatrik təcili yardım və reanimasiya sahəsinin inkişafını daha da artırmaq və uşaq ölümlərinin, istərsə də uşaq əlilliyinin sayının azaltılmasına xidmət eləyir. Və biz bu məqsədlə Türk Çocuk Acil Tıp və Yoğun Bakım Dərnəyi ilə birlikdə davamlı əlaqələrdəyik, davamlı tədbirlər, təlimlər təşkil edirik. Bu tədbir isə bu təlimlərin ən böyüyü oldu və bundan sonra da bu təlimləri həyata keçirəcəyik ki, dediyim kimi ölkədə əlilliyin və uşaq ölümlərinin sayının azaldılmasına nail olaq.